Salam, hər vaxtınız xeyirli olsun. Miqyas bölməsi üzrə suallara qaldığımız yerdən davam edirik. Sual 71. Azərbaycanın bir bölünsün 800 min miqyaslı divar xəritəsində 42 dərəcə şimal enliyi və 38 dərəcə şimal enliyi arasında məsafə 50 sm olarsa, xüsusi miqyası hesablayın. Gəlin ilk öncə enliklər arasındakı dərəcə fərqini tapaq. 42 dərəcə çıxılsın 38 dərəcə bərabərdir 4 dərəcə. Biz bilirik ki, meridian üzrə 1 dərəcə 111 kilometrdir. 4 dərəcəni tapmaq üçün 4 dərəcəni vuracaq 111-ə. Edəcək 444 kilometr. Bu bizim həqiqi məsafəmizdir. Xəritədəki məsafəni də bilirik. Miqyası tapa bilərik. Miqyas bərabərdir 444 bölünsün xəritədəki məsafə, yəni 50 bərabərdir 8,88 kilometr. Deməli, doğru cavab C variantıdır. Sual 72. Bakı şəhəri ilə ekvator xətti arasında ən qısa məsafə 1 bölünsün 20 milyon miqyaslı xəritədə 20 sm-dir. Xəritədəki təhrifi və xəritənin bu hissəsi üçün xüsusi miqyası hesablayın deyir. Bakı şəhəri ilə ekvator xətti arasındakı dərəcə fərqi bildiyimiz kimi 40 dərəcədir və gəlin bunu həqiqi məsafəyə çevirək, yəni 40 dərəcəni biz 111 kilometrə vursaq, həqiqi məsafəni taparıq 4440 kilometr. Artıq həqiqi məsafəyə əsasən biz xüsusi miqyası hesablaya bilərik. Miqyas bərabərdir həqiqi məsafə, yəni 4440 bölünsün 20. Xəritədəki məsafə 20 sm idi. Bərabərdir 222 kilometr. Miqyası tapdıq. Bizdən xəritədəki təhrifi də istəyir. Xəritədəki təhrifi də verilənlərə əsasən, yəni həm miqyasa, baş miqyasdır bu, baş miqyasa və xəritədəki məsafəyə əsasən xəritədəki təhrifi də hesablaya bilərik. Gəlin onu da hesablayaq. Həqiqi məsafə bərabərdir 20 sm vurulsun. Miqyasdan 5 sırataq 3, 4, 5, 200. Bərabərdir 4000 kilometr. Bu təhrifli olanda, indi bizdən də nə istəyirdi? Bir dəqiqə baxaq. Nə qədər təhrif olunub onu istəyir. Nə qədər təhrif olunduğunu tapmaq üçün nə edəcəyik? 4440-dan çıxacaq 4000. Bərabərdir 440 kilometr təhrif olunub. Deməli, variantlara baxırıq. B variantı uyğundur. Bunu da biz izahlı miqyas şəklində göstərməliyik. İzahlı, daha doğrusu ədədi miqyas şəklində, üzr istəyirəm. İzahlı miqyas budur. Ədədi miqyas şəklində göstərsək 100 minə vurmalıyıq. Yəni 1 bölünsün 22 milyon 200 min. Belə. Bu da bizim ədədi miqyasımız və təhrif də 440 kilometr. 72-nin doğru cavabı B variantıdır. Sual 73. 1 bölünsün 500 min miqyaslı xəritədə işarələnmiş hissənin sahəsini hesablayın. Bir damma bərabərdir 0,25 kvadrat santimetr. Gəlin ilk öncə bütöv dammaları sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8. Yazaq bura 8 bütöv dammamız var. Yarımçıq dammaları da sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16. 16 yarımçıq dammanı biz bilirik ki 2 yarımçıq damma bir bütöv dammaya bərabərdir. 16 yarımçıq dammanı biz 2-yə bölsək 8 bütöv damma alacaq. 8 bütöv dammamız da var idi. Gəlin onları da toplayaq. Görək nə qədər bütöv dammamız oldu. 16 bütöv dammamız oldu və biz bilirik ki 4 damma 1 kvadrat santimetrə bərabərdir. Ona görə də 16-nı biz 4-ə bölsək xəritədəki
sahəni tapa bilərik. 4 kvadrat santimetr. Xəritədəki sahəni tapdıq. Bizdən nə istəyirdi? Həqiqi sahəni istəyir. Artıq verilənlərə əsasən biz həqiqi sahəni də tapa bilərik. Həqiqi sahə bərabərdir xəritədəki sahə, yəni 4 vurulsun miqyasın kvadratı. Miqyasdan 5 sıfır atanda 5 edəcək. 5-in də kvadratı 25. O da bərabərdir 100 kvadrat kilometr. Bu da bizim həqiqi sahəmiz. Cavaba baxırıq. 73-ün doğru cavabı E variantıdır. Sual 74. Bir bölünsün 200 min miqyaslı xəritədə 24 yarımçıq 10 bütöv damanın tutduğu ərazinin həqiqi sahəsini hesablayın. Deməli, bizim 10 bütöv damamız var. Onu yazaq. 10 bütöv dama üstə gəlinsin. Yarımçıq damanı da bütöv damaya çevirsək 2-yə bölünməli. Yəni 24 bölünsün 2. O da bərabərdir 12 bütöv damaya. 10 damamız da var idi. Üzərinə 12-ni də gəlirik. Deməli bizim oldu 22 bütöv damamız. Və bayaq da dedik 4 dama 1 kvadrat santimetrdir. 22 damanı bölərik 4-ə. Taparıq xəritədəki sahəni 5,5 kvadrat santimetr. Artıq biz verilənlərə əsasən həqiqi sahəni tapa bilərik. Həqiqi sahə bərabərdir xəritədəki sahə, yəni 5,5 vurulsun miqyasın kvadratı. Miqyasdan 5 sıfır atırıq. 2, 2-nin kvadratı 4 edir. O da bərabərdir 22 kvadrat kilometr. Cavaba baxaq. Cavab B variantıdır. 74-ün doğru cavabı B variantıdır. Keçdik 75-ci suala. Ölçüləri 6 km olan ərazini bir bölünsün 15 min miqyasla tərtib etmək üçün planşetin ölçüləri nə qədər olmalıdır? Deməli, biz həqiqi ölçünü bilirik, miqyası bilirik və planşetin ölçülərini artıq düstura əsasən hesablaya bilərik. Deməli, burada yazaq. Həqiqi məsafəni biz miqyasa bölsək, taparıq planşetin ölçüləri nə qədər olacaq. Deməli, 6-nı bu arada, yəni eni tapsaq uzunu da tapmış olacaq. Yəni bu əslində kvadratdır. Ərazi kvadrat formasındadır. Ona görə bir tərəfini hesablasaq, digəri də elə eyni şəkildə olacaq. 6-nı bölsək miqyasa, miqyasdan 5 sıfır ata bilmirik. 5 sıfır ata bilməyəndə sayırıq 5-ə qədər ədədi sayırıq, vergül atırıq bura. Olacaq 0,15. Deməli, biz böləcəyik 6-nı böləcəyik neçəyə? 0,15-ə böləcəyik. Mən birbaşa cavabı yazıram, vaxt getməsin. Olacaq 40. Deməli, bir tərəfi 40 olsa, digər ölçü də 40 olmalıdır. Yəni 40-ın 40-a olmalıdır. Cavablara baxırıq. Doğru cavab 75-də A variantıdır. Sual 76. Məhəllin ölçüləri 6 km, planşetdə ölçüləri 40 santimetrdirsə, planı tərtib etmək üçün hansı miqyasın qəbul edilməli olduğunu müəyyən edin. Yenə düstura əsasən həqiqi ölçünü böləcəyik planşetdəki ölçüyə. Yəni 6-nı bölərik 40-a. Da edər 0,15. 0,15-i də biz bu izahlı miqyasdır. İzahlı miqyası biz ədədi miqyasa çevirmək üçün 100 minə vuracaq. Yəni 0,15 vurulsun 100 min. O da bərabərdir 1 bölünsün 15 min. Doğru cavab 76-da C variantıdır. Sual 77. Cədvəldə 5 ölçü və onların həqiqi sahələri verilmişdir. Bu ölçülər ayrı-ayrılıqda eyni ölçülü kağızda təsvir edilərsə, hansı ölçənin təsvir edildiyi miqyasın daha böyük olduğunu müəyyən edin. Deməli, eyni ölçülü kağızda təsvir ediriksə,
Təbii ki, sahəsi ən kiçik olan daha böyük miqyasda tərtib olunacaq. Verilən ölkələr arasında baxsaq, sahəsi ən kiçik olan ölkə Rumıniyadır. Yəni 238,4 min kvadrat kilometr olan ölkə sahəsi. Təbii ki, böyük miqyasda təsvir ediləcək. Doğru cavab C variantıdır. 77-nin doğru cavabı C variantıdır. Sual 78. Cədvəldə 5 ölkə və onların yenə həqqi sahələri verilib. Bu ölkələr ayrı-ayrılıqda eyni ölçülü kağızda təsvir edilərsə, hansı ölkənin ərazisi daha çox generalizasiyaya məruz qalar? Deməli, generalizasiya nə idi? Ümumiləşmə, ixtisar, təbii ki, miqyas kiçildikcə generalizasiya artır. Miqyasın kiçik olması üçün ölkənin sahəsinin daha böyük olması lazımdır. Baxırıq verilənlər arasında ən böyük sahə hansı ölkəyə məxsusdur? Taylanda, yəni 5-ci ölkəyə. Bu ölkənin təsvirində daha çox generalizasiya olacaq, yəni ixtisar olunan ərazi daha çox olmuş olacaq. Baxaq cavablara. Deməli, 78-in doğru cavabı oldu C variantı, yəni 5. Keçdik 79-cu suala. Uyğunluğu müəyyən edin. Xətti şərti işarələr, konturlu şərti işarələr. Gəlin müəyyən edək. Doğru. Burada doğru cavablardır. Bu tərəfdə yanlış cavablardır. 1. Bu şərti işarələrlə yalnız obyektin uzunluğunu ölçmək mümkündür. Yəni xətti şərti işarələrlə. Bəli, bu doğrudur. Ona görə biri götürəcəyik. 2-yə baxırıq. Məhəllin planında obyektləri təsvir etmək üçün istifadə olunur. Xətti şərti işarələrdən bəli. Bu da doğrudur. 2-ni də götürəcəyik. 3-ə baxırıq. Bataqlıqlar, meyvə bağı, şoranlıqlar təsvir olunur, deyir xətti şərti işarələrə. Təbii ki, bu səhv cavabdır. Çünki bataqlıqlar, meyvə bağı, şoranlıqlar konturlu şərti işarələrlə təsvir olunur. 3 səhvdir, götürmürük. 4-ə baxırıq. Yalnız zolaq şəklində uzanan obyektlər təsvir olunur, deyir yanlışdır. Bəli, bunlar konturlu şərti işarələrlə təsvir olunmur. 4-ü götürəcəyik, yanlış olduğuna görə təbii ki. 5-ə baxırıq. Coğrafi obyektin sahəsini ölçmək mümkündür. Konturlu şərti işarələrlə deyir yanlışdır. Xeyr, yanlış deyil, doğrudur. Bəli, sahəsini ölçmək mümkün olur. Ona görə biz 5-i götürmürük. Yanlış olmadığına görə götürmürük. 6-ya baxırıq. Beton bənd, metal körpü, məktəb, meyvə bağı və s. kimi obyektlər təsvir edilir konturlu şərti işarələrlə, deyir yanlışdır. Bəli, çünki bütün bunlar miqyassız şərti işarələrlə təsvir edilir. 6-nı da götürəcəyik, çünki 6 yanlış cavabdır. Deməli, hansıları götürdük? 1, 2, 4 və 6, 79-un doğru cavabı C variantıdır. Keçdik 80-ci suala. Birinci sxemə əsasən ikinci sxemin miqyasını müəyyən edin. Deməli, birinci sxemdə biz həqiqi məsafəni tapa bilərik. Gəlin həqiqi məsafəni tapaq. Deməli, həqiqi məsafə bərabərdir xəritədəki məsafə, yəni 8 vurulsun. Miqyasdan 5 sıfır atanda 16 edəcək. 8 vurulsun 16, o da bərabərdir 128 kilometr. Həqiqi məsafəni tapdıq. Artıq ikinci xəritənin, yəni ikinci sxemin miqyasını tapa bilərik. Miqyas bərabərdir həqiqi məsafə 128 bölünsün xəritədəki məsafə, yəni 5 sm. O da edəcək 25,6 kilometr. Bu izahlı miqyasdır. Biz bunu ədədi miqyasa çevirsək 1 bölünsün 25,6-nı 100 minə vurmalıyıq. Deməli 100 minə vuranda nə qədər edəcək? 2.560.000. Cavaba baxsaq
80'in doğru cevabı Y variantıdır. Sual 81. Yine birinci sxem əsasən ikinci sxemdə A və B məntəqələr arasındakı xəritədəki məsafəni hesablayın deyir. Deməli, birinci sxemdə biz həqiqi məsafəni tapmalıyıq. Yine eyni rəqəmlərdir. Həqiqi məsafə olacaq 8 vurulsun 16, yəni 128 kilometr. İkinci xəritədəki məsafəni soruşur. Xəritədəki məsafə bərabərdir 128 bölünsün miqyas. Miqyasdan 5 sıfır ataq. 3, 4, 5, 4. Bu da bərabərdir 32 santimetr. Cavablara baxaq. 81'in doğru cevabı A variantıdır. Keçdik 82-ci suala. Sxemdə eyni ərazinin müxtəlif miqyaslı xəritələrdə təsviri verilmişdir. Buna əsasən birinci xəritənin miqyası ikinci xəritənin miqyasından neçə dəfə böyükdür? Deməli, biz bunu iki üsulla həll edə bilərik. Birincisi uzun yoldur, ikincisi asan üsuldur. Uzun yoldan getsək biz həqiqi ölçünü tapa bilərik verilənlərə görə. Həqiqi ölçünü tapsaq və ikinci xəritədə həqiqi məsafəyə görə miqyası tapa bilərik. Sonra miqyasın neçə dəfə böyük olduğunu taparıq. Bu təbii ki uzun yoldur. Və ən qısa yolu isə necədir? Ən qısa yolu tapmaq üçün biz bir tərəfi digər tərəfə bölürük və neçə dəfə böyük olduğunu tapırıq. Neçə dəfə tərəf böyükdürsə, miqyasda miqyasda həmin dəfə böyük olmuş olur. Gəlin bunu hesablayaq, baxaq. Deməli, biz 24'ü 16'ya bölsək, yəni tərəfi 24'ü, fərqi yoxdur, 42'ni də bölə bilərik 28'ə, amma bir tərəfə bölsək kifayətdir. Tərəfi tərəfə bölürük, 24 bölünsün 16. Birbaşa cavabı yazıram 1,5. Yəni birinci xəritədəki tərəf ikinci xəritədəki tərəfdən 1,5 dəfə böyükdürsə, deməli elə miqyas da 1,5 dəfə böyük olacaq. Yəni bunu belə uzun yoldan getməyə ehtiyac yoxdur. Cavab 1,5 olacaq. Variantlara baxsaq 82'nin doğru cavabı A variantı olacaq. Keçdik 83-cü suala. Sxemdə eyni ərazinin müxtəlif miqyaslı xəritələrdə təsviri verilmişdir. Buna əsasən birinci xəritədə iki məntəqə arasında 12 santimetr olan məsafə ikinci xəritədə neçə santimetr olar? Deməli, yenə eyni şeydir. Biz tərəfi tərəfə bölsək, birinci xəritənin bir tərəfi ikinci xəritənin bir tərəfə neçə dəfə böyük olduğunu tapacaq. Buna uyğun olaraq təbii ki məsafə də 1,5 dəfə böyük olmuş olacaq. Bunu artıq tapmışdıq. Bayaq eyni rəqəmlərdir. 24'ü 16'ya böləndə 1,5 olur. Deməli, xəritədəki məsafə də 1,5 dəfə böyük olmuş olacaq. Və birinci xəritədəki biz məsafəni bilirik 12 santimetr. İkinci xəritədə bu deyir neçə santimetr olar. Bunu tapmaq üçün nə edəcəyik? 12'ni böləcəyik 1,5'ə. 12'ni 1,5'ə böləndə birbaşa cavabı yazım 8. Deməli, ikinci xəritədə olacaq bu məsafə 8 santimetr. Variantlara baxsaq, Y variantı doğru cavabdır. Sual 84. Bu bölmənin sonuncu sualıdır bu. Uyğunluğu müəyyən edin. A variantı baş miqyasla hər zaman dəqiq ölçü işləri aparmaq mümkündür. Deyir, doğrudur. Xeyr, doğru deyil, yanlışdır. Çünki xüsusi miqyasa əsasən biz dəqiq ölçü işləri apara bilərik. Baş miqyasda təhriflər olur çünki. B-yə baxaq. Sahəsi 1296 kvadrat kilometr olan ərazi
1 bölünsün 3 milyon 600 min miqyaslı xəritədə 36 sm təsvir edilər deyir. Doğrudur. Bunu biz ancaq həll edib yoxlaya bilərik. Görək doğrudur yoxsa yox. Deməli, biz həqiqi sahəni bilirik, miqyası bilirik. Baxaq görək xəritədəki məsafə nə qədərdir? Daha doğrusu xəritədəki sahə nə qədərdir? Xəritədəki sahə bərabərdir 1296 bölünsün miqyasın kvadratı. Miqyasdan 5 sıfır ataq. 3, 4, 5, 36. 36-nın kvadratı da edəcək 1296. O da bərabərdir 1 kvadrat santimetr. Amma burada deyir 36. Xeyr, deməli bu da səhvdir. C-yə baxırıq. Azərbaycanın həqiqi sahəsi 1 bölünsün 600 min miqyaslı xəritədə 3600 politika damasına uyğun gəlir deyir. Doğrudur. Gəlin bunu da yoxlayaq görək doğrudurmu? Azərbaycanın sahəsini biz deməli miqyasın kvadratına bölsək, xəritədəki sahəni tapa bilərik. Xəritədəki sahə bərabərdir. Azərbaycanın həqiqi sahəsi 86600 kvadrat kilometr. Bölünsün miqyasın kvadratı. Miqyasdan 5 sıfır atsaq 6 eləyər. 6-nın da kvadratı 36. Bunu da biz təqribi bölsək, təqribi cavab alınır. 2405 edəcək. Və biz bilirik ki, 4 dama 1 kvadrat santimetrə bərabərdir. İndi gəlin bunu bölək. 2405 bu kvadrat santimetrdə. Bölək 4-ə görək neçə dama olur. 601 dama, yəni təqribi 601 dama. Amma burada deyir 3600 dama. Bu təbii ki, səhv cavabdır. Ona görə biz C-ni də götürmürük. D-yə baxırıq. Xüsusi miqyas bütün kartoqrafik təsvir vasitələrində istifadə edilə bilir ifadəsi yanlışdır. Bəli, həqiqətən də bu yanlış cavabdır. Çünki xüsusi miqyas xəritələrdə olur. Təhrifli təsvir olduğu üçün xəritə onda xüsusi miqyas olur və biz xüsusi miqyasa əsasən dəqiq ölçüşlər apara bilirik. Bu sadəcə xəritədə olur, yəni planda olmur. Yəni bütün kartoqrafik təsvir vasitələrində istifadə edilə bilmir. Sadəcə xəritədə istifadə edilir. Baxırıq 2 məntəqə arasındakı həqiqi məsafə miqyas böyüdükcə azalır. Miqyas nə qədər böyüyürsə böyüsün, həqiqi məsafə dəyişmir. Xəritədəki məsafə dəyişir, amma həqiqi məsafə dəyişmir. Yəni bu doğru cavab deyil, yanlış cavabdır. 84-ün deməli doğru cavabı D variantıdır. Belə, miqyas bölməsini də bitirdik sizinlə. Deməli, birinci bölməni bitirdik, ikinci bölməni bitirdik. Gələn dəfədən üfüqün cəhətləri, azimut, horizontallar bölməsinə başlayacaq sizinlə. Ümid edirəm bu kitabı sizinlə bitirə bilərik. Sertifikasiyaya qədər nə qədər mövzu izah edə bilərəm bilmirəm, çünki vaxt yoxdur. Yəni əslində bölmə-bölmə izah eləsəm çox daha yaxşı olardı, amma təəssüflər olsun ki, o qədər vaxtım olmadığı üçün nə qədər izah edə bilirəmsə, o qədər izah edə biləcəm. MİQ imtahanına qədər, sertifikasiyaya qədər inşallah ki, sizə kömək olar bu izahlarım. Hər birinizə uğurlar arzu edirəm. Gələn izahlarda görüşmək üzrə, sağ olun.